İl 1971, Harrisville, Rhode Island. Bu gördüğünüz ailə indicə yeni evlərinə köçmüşdü. Uşaqlar deyib gülür, evin içində qaçışır, oyun oynayırdılar. Valideynlər isə yorğun halda əşyaları yerləşdirməyə çalışırdı. Qapı açıq idi, amma it içəri keçmirdi. Sanki içəridə nə isə onu qorxudurdu. Səssiz, amma qorxunc bir varlıq. Axşam düşür, qızlar evin içində gizlənpaç oynamağa başlayır. İkisi qaçıb gizlənir, digəri isə əl çırpma səsini izləyərək onları tapmağa çalışırdı. Nəhayət biri gəlib bacısını şkafda gizlənmiş halda tapır. Elə o anda taxtalardan biri qırılır və bu evin altındakı qaranlıq zirzəmini ortaya çıxarır. Səhəri gün ailə oyanır və dəhşətli bir mənzərə ilə qarşılaşır. Onların itləri ölüb. Evdə qəribə hadisələr tədricən daha da artmağa başlayır. Gecə uşağı yatarkən kimsə onun ayağından tutub dartır. Ata səsə oyanır, qorxu içində mətbəxə doğru irəliləyir. Bu zaman qızı ilə qarşılaşır. Qızı deyir ki, bacısı oyanıb və gəzir. Daha sonra onu yataq otağına gətirir. Amma bacısı yuxulu halda dayanmadan başını qardıroba çırpırdı. Onu oyatmadan öz yatağına aparırlar. Səhərsi gün balaca qız anasından gizlənpaç oynamasını xahiş edir. Anası saymağa başlayır. Uşaq isə qaçıb gizlənir. Anası qızını axtarmağa başlayır. Birdən kimsə əl çalır. Əl çalaraq onu başqa otağa çağırırdı. Qardırobun qapısı aralanır və içərdən qəribə bir fiqur əl çalır. Ana qorxu ilə qardıroba yaxınlaşır. Elə bu anda qız kənardan çıxıb onu qorxudur. Ana gülüb keçir, amma içi rahat deyil. Qardırobun içini axtarır, amma heç nə tapa bilməyir. Günlər keçdikcə qadının dərisi çürüməyə və tökülməyə başlayır. Sirli məxluq qızı yenə ayağından dartıb oyadır. Otağın qapısı cızıldayaraq aralanır. Balaca qız bacısına qapının yanında kimsə olduğunu desə də bacısı ona inanmır. Birdən-birə qapı öz-özünə çırpılır və qızlar da qışqırmağa başlayır. Bu evdə nə var idisə onlara rahatlıq vermirdi. Gecə onları qorxudur, üstəlik evdəki rəsmləri qırıb tökürdü. Qız qəfildən gecə yarısı oyanıb bacısının yenidən başını qardıroba çırpdığını görür. Bacısını yerini uzandırıb və qardıroba tərəf yaxınlaşır. Bu zaman qorxulu bir məxluq peyda olub qızın üstünə tullanır. Anası və atası köməyə gəlir. Qız yerdə uzanıb çırpınırdı və kömək istəyirdi. Çıxılmaz vəziyyətdə olan ailə Ed və Lorraine adlı bu paranormal araşdırmacılardan kömək istəyir. Ed və Lorraine evi gəzib incələyir və bu evdə qəribə bir şeylərin olduğuna dair qənaətə gəlirdilər. Bu balaca qız Rory adlı biri ilə dostlaşdığını və onun başına dəhşətli şeylərin gəldiyini deyirdi. Hətta o balacaya belə bir oyuncaq vermişdi. Qadın tutduğu güzgüyə baxarkən arxada qəribə bir fiqur görür. Ed və Lorraine artıq bu evin normal olmadığını, lənətli olduğunu anlayırlar. Beləcə araşdırmacılar oturub hər şeyi danışırlar. Bu məxluq artıq onlara yapışmışdı. Qəribə məxluq hər yerdə onları izləyir, onların ruhundan qidalanırdı. Bundan sonra məxluqu ovlamaq üçün evin hər yerinə termal kameralar və başqa avadanlıqlar quraşdırırlar. Həmin axşam qapılar öz-özünə açılır, kameraların lampası qırılır. Tədqiqatçılar məxluqla əlaqə qurmaq istəyir, amma vəziyyət daha da gərginləşir. Ertəsi gün Lorraine paltarları sərərkən hava birdən-birə dəyişir. Ağ tülün biri qopub bir şeyə yapışır və beləcə məxluqu ortaya çıxarır. Tül uçaraq gəlib anaların pəncərəsində dayanır. Bu zaman yatan qadının bədəni daha da göyərir və birdən-birə ayılıb məxluqla üzləşir. Lorraine qaçıb qadına kömək etmək istəsə də o yaxşı olduğunu deyib söhbəti bağlayır. Bu adam eyvanda bir şey gördüyünü düşünüb gecə çölə çıxır. Geri qayıtdıqda isə əvvəllər özünü öldürən, bu evdə yaşamış xidmətçi bir ruhla qarşılaşır. Birdən-birə ona hücum edib evdən rədd olub getməklərini deyir. Bu zaman balaca qız yenidən oyanıb evin içində yeriməyə başlayır. Ed qızın atasına qızına toxunmamağını, onu kimin sapardığını deyir. Qız yuxarı qalxıb həmin qardıroblu olan otağa girir. Araşdırmacılar səsləri dinləyib qızın tək olmadığını görürlər. Gəlib həmin otağa girib qızı tapa bilmirlər. Ən sonda qızı şkafın arxasında bir dəlikdə tapırlar. Qızı bura həmin Rory adlı uşaq gətirmişdi və ona demişdi ki, o hər qorxanda divarın içində burada gizlənir. Lorraine həmin yeri incələyərkən birdən-birə döşəmə çökür və həmin zirzəmiyə düşür. Bu tərəfdə isə Ed öz yoldaşına kömək etməyə çalışır. Qadın bu zaman həmin özünü asıb öldürmüş ifritə ilə qarşılaşır. O Lorraine'in arxasınca qaçır və boyunbağından tutub buraxmırdı. Sonunda qaçıb çölə çıxır və hər şeyi öyrəndiyini deyir. Bu məxluqat uşaqları öldürmək üçün evdəki ananın ruhunu ələ keçirir və onunla qidalanırdı. Vəziyyət daha da gərginləşirdi. Kimsə qızın saçından tutub qaldırıb divara çırpır. Qızı evin içində ora-bura sürməyə başlayır. Uşağın saçını kəsərək onu xilas edirlər. Ailə qorxularından səhərsi günü bir oteldə qalırlar. Axşam ata otelə gəlib görür ki, qızlar onu qapıda gözləyir. Onlar anasını, bacısını götürüb bir yerlərə apardığını deyirdi. Qız nə qədər anasından hara getdiklərini soruşsa da anası cavab verməyir. Biraz keçir, polislərlə birgə hər kəs evə geri qayıdır. Onlar gəlib ananı qızını öldürmək istəyərkən tuturlar. Sonunda balacanı xilas edirlər. Ana isə artıq tamamilə ələ keçirilmişdi.
Onu nə qədər evdən çıxarmaq istəsələr də bu mümkün olmayır. Görünməz bir varlıq onu zirzəmiyə doğru çəkirdi. Sonunda gəlib onu tutub üstünə bir parça atıb onu bağlayırlar. Sonra da başlayırlar dualar oxumağa. Beləcə şeytanı çıxarmağa çalışırdılar. Elə bu zaman stol yerdən havalanır. Mən də burada havalanıram. Vəziyyət get-gedə daha da gərginləşirdi və evə quşlar hücum etməyə başlamışdı. Birdən-birə parça yavaş-yavaş cırılır və içində dəhşətli bir üz görünür. Bu moment stol yuxarıdan düşüb qırılır. Məxluq da tez qayçını götürüb başlayır balaca qızın dalıyca qaçmağa. Gəlib burada qızını tutub öldürəcəyi məqamda Lauren qadına öz qızını öldürməməsi üçün yalvarır. Bu anda o qusaraq içindəki məxluqu çölə çıxarır. Ən sonda qadın rahatca günəşə çıxaraq rahatca nəfəs alır. Ailə isə öz xoşbəxtliyinə qovuşur. Ed və Lauren cütlüyü həmin musiqi qutusunu gətirib öz muzeylərinə qoyurlar və onlar gedəndən sonra qapağı açılır və musiqi çalmağa başlayır.